Necə qərar verilir ki, avtobus zolağı olsun ya olmasın? Tıxac olmayan yerdə avtobusun zolağının çəkilməsinin bir mənası yoxdur. Yəni yenə hansı küçədə avtobus zolağı görəcəyik? İndidən bilək də belə deyək. Və Puşkin küçəsi də bizim planda olan küçələrdən biridir. Bakı Kartdan daha da üstün bir proqram bizi gözləyir. Bəli, daha bir geniş proqramdır. Nə vaxt gözləyir bu proqramı? Yorulduq, ucu dayanacaqda ondan bundan soruşmaq. Taksilərin bura buraxılması nəzərdən keçirilirmi yoxsa yox? Gələcəkdə baxıla bilər. Qəsəbədə yaşayan izləyicilərimiz, vətəndaşlarımız çox əziyyət çəkir. Nəzarəti biz artırmalıyıq. 100 manat cərimə deyirsən bəs eləmir? Və bu əgər üstünlük təmin etməsən, hər hansı bir ictimai nəqliyyatın cəlbediciliyindən söhbət mövzusu deyil. Yəni Sən sürücü olsaydın belə danışmazdın. Salam dostlar, bugün mövzumuz avtobus zolaqlarıdır. Bəli, həmin ayrılmış zolaqlardır ki, sürücülər çox vaxt bunlardan şikayət eləyir. Bəziləri deyir ki, avtobus zolaqları salından sonra şəhərdə daha çox tıxac yarandı və ümumiyyətlə bu zolaqlar Bakıya yaraşmır. Mən uzun illərdir sosial şəbəkələrdə bax bu mövzuda yazıram, paylaşıram, özüm də oxuyuram və belə şeylər oxuyuram ki, yəni avtobus zolaqlarının salınması ümumiyyətlə Bakı üçün böyük bir səhv idi. Amma bunu başa düşmək üçün və nəyə görə bu səhv deyil, bax bu haqda biz bugün həm belə deyim, nəzəri hissəsinə biraz toxunacağıq və eyni zamanda bu vloqun qonaqları da olacaq. Həm bu zolaqları çəkən Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi və eyni zamanda müstəqil ekspert Rauf Ağamirzayev, dəfələrlə onunla vloqlar çəkmişik və ictimai nəqliyyatın mövzusuna toxunmuşuq. Və bu cür videoları bəyənirsinizsə, sizdən xahiş edirəm ki, bax avans olaraq bu videoya bir like qoyun, çox önəmlidir. Əgər YouTube görsə ki, siz bunu video baxa-baxa eləyirsiniz, deməli video maraqlıdır və daha çox, daha geniş auditoriyada bunun qabağına çıxardacaq və daha çox baxış, daha çox maarifləndirmə deməkdir. Odur ki, bax bu vacib addımlar məncə YouTube alqoritmi üçün çox önəmlidir. Odur ki, bunları mütləq eləyin və hər zaman olduğu kimi deyirəm ki, əgər siz bizim kanalımıza dəstək göstərmək istəyirsinizsə, daha geniş videoları görmək istəyirsinizsə, anonsları bilmək istəyirsinizsə, bizimlə mövzuları müzakirə eləmək istəyirsinizsə, bax ekranda gördüyünüz QR kodu skan eləyərək bizim dəstək platformamıza qoşula bilərsiniz Patreonda, Ko-Fialda və beləliklə siz də bizim icramımızın bir parçası olacaqsınız. Biz isə uzatmadan başlayırıq. Gedək baxaq Bakıda avtobus zolaqları nə üçün çəkilir? Yaxın ələ üçün biz başlayırıq. Və dostlar, xatırladıram ki, bizim kanalın əsas tərəfdaşı Apar şirkətidir, Apar Velo İcarə xidmətidir və siz elə burada 28 may küçəsində, Səməd bağında velosipedi icarə götürüb tıxacsız digər küçələrə hərəkət edə bilərsiniz. Burada istər 28 may küçəsində, Dilarəli küçəsində velosiped zolaqları var. Gələcəkdə bu ətrafda digər velosiped zolaqları nəzərdə tutulub və bunu sərfəli etmək istəyirsinizsə, ekranda gördüyünüz promo kodu daxil edərək 3 manat endirimdə qazana biləcəksiniz. Biz isə davam edirik, gedək yenə də avtobus zolaqlarından danışaq. Dostlar, və nəyə görə mən bu mövzuda sizə məhz 28 may küçəsini göstərmək istəyirəm? Bax, fikir verin, indiki halda burada 4 avtomobil zolağı, velosiped zolağı və avtobus zolağı var. Yəni faktiki olaraq burada 6 zolaqdır, amma burada təmirdən öncə, yeni zolaqlanmadan öncə burada cəmi 4 avtomobil zolağı var idi. Və onlar çox geniş bir zolaq idi, amma indiki halda bu zolaqlar müasir standartlarda gətirildi və beləliklə burada avtomobil zolaqların sayını saxlamaqla belə burada avtobus zolağı salmaq mümkün oldu və eyni zamanda mikromobil zolağı, yəni velosiped zolağı salmaq mümkün oldu. Yəni bu çox yaxşı bir nümunədir ki, biz zolaqların sayını saxlamaqla avtobus zolağını sala bildik. Məhz ona görə mən sizə bugün məhz bu küçəni göstərmək istəyirəm və görürük ki, artıq burada 28 may küçəsində burada ümumiyyətlə avtobusların sayı kifayət qədər çoxdur, hərəkət edir, xüsusilə pik saatlarında və avtomobillər də gördüyünüz kimi normal həmin zolaqlara hərəkət edir, heç bir kollaps baş verməyib. Digər bir misal da sizə göstərmişdim, gecə vaxtı göstərmişdim, səhifədə bunu paylaşmışdım ki, burada böyük bir tıxac var, amma burada normal operativ nəqliyyat vasitəsi keçir və hazırda şənbə günüdür, görürük böyük bir sıxlıq yoxdur, amma buna baxmayaraq yenə də burada avtobus zolağı avtobusların maneəsiz hərəkətini təmin edir. Dostlar, qısa olaraq avtobus zolağı ümumiyyətlə nə üçün lazımdır, niyə görə şəhərlərdə avtobus zolaqları salırlar? Çox sadə bir bunun formulası var. Deməli, bir avtobusda təxmini olaraq 80-100 nəfər hərəkət edə bilirsə, bir avtomobildə 1, maksimum 2-3 nəfər hərəkət edə bilir. Orta hesabla bu 1,4 hesablanır. Lakin avtobus cəmi 2-3 avtomobilin yerini tutur. Yəni, daha effektiv nəqliyyat üçün biz təbii ki, daha sürətli bir variant təklif etməliyik və eyni zamanda bəziləri deyir ki, bəs niyə avtomobillər tıxacda dayanır, avtobus maneəsiz hərəkət etməlidir? Yəni,
tıxacsız hərəkət etməlidir. Çox sadə yenə də burada yanaşma odur ki, nə qədər çox biz insanı avtobuslara cəlb edə bilsək, bir o qədər də insanlar həmin tıxaclardan qurtulub avtobusdan, ictimai nəqliyyatdan hərəkət eləyəcək. Bu urbanistikanın əsaslarıdır. İstənilən kitabda, istənilən videolarda, broşurlarda məhz bunu oxuyacaqsınız. Bunu tək Anar demir, bütün dünya bunu deyir. Yəni bu artıq dayanıqlı bir formuladır ki, ictimai nəqliyyat üçün biz gərək prioritet verək ki, insanlar get-gedə həmin şəxsi avtomobillərdən imtina eləsin və beləliklə tıxaclar alsın. Bunun başqa bir çıxış yolu yoxdur dostlar. Ona görə alternativlər yaradılmalıdır ki, tıxaclar da azalsın. Emin bəy, bugün istər sürücülərdə, vətəndaşlarda, hətta sərnişinlərdə belə bir sual yaranır ki, niyə hər hansı bir küçədə avtobus zolağı var, digərində yoxdur? Yəni bunun hər hansı bir kriteriyası varmı? Niyə məhz burada avtobus zolağı olmalıdır, digər küçədə olmamalıdır? Yəni sadə dildə bunu necə başa salaq? Necə qərar verilir ki, avtobus zolağı olsun ya olmasın? Avtobus zolağı bilirsiniz də tıxac sıxlıq olan yerlərdə çəkilir. Əgər tıxac olmayan yerdə avtobusun zolağının çəkilməsinin bir mənası yoxdur. Çünki məqsəd də odur ki, avtobus maneəsiz keçsin. Ona görə də sırf hardakı avtobuslar, ictimai nəqliyyat ləngiyir, oradan keçə bilmir və onun hərəkət cədvəli pozulur. Ona görə də həmin ərazilərdə avtobus zolaqları çəkilməsi artıq prioritet olur və onunla bağlı da bəlli bir araşdırma olur, təhlil aparılır, bunun bir meyarları var. Misal olaraq, əgər bir yoldan bir saatda 30 avtobus keçirsə və yaxud da ən az 3000 sərnişin daşınırsa, həmçinin belə deyək də pik saatla qeyri-pik saat arasında 20 km saat fərq varsa, ona görə həmin ərazi 20 km nəyə nəzərdə tutulur? Yəni sürət yoxsa? Bəli, sürətdə 20 km fərq varsa, həmin ərazidə artıq avtobus zolağı çəkilməyə qərarlaşdırıla bilər. Ona görə də dediyim kimi də sırf hardakı ləngimə olur, avtobus zolağının da mahiyyəti elə odur, pozulmuş hərəkət cədvəlinin bərpa olunmasıdır ki, avtobuslar nizamlı fəaliyyət göstərsin hərəkət cədvəli üzrə. Mən səhv etmirəmsə 100 kilometrdən çox avtobus zolağı artıq var Bakıda. Bunun gələcək planları nədir? Yəni məsəl üçün 25-ci il üçün olsun, nə bilim bu dövlət proqramı 2030-cu ilə qədər nəzərdə tutulub. Orada hansı, yəni yenə hansı küçədə avtobus zolağı görəcəyik? İndidən bilək də belə deyək. Avtobus zolağı hazırda Bakı şəhərində 37, küçə və prospektdə 112 km uzunluqdadır və 112 km uzunluqdadır və qeyd etdiyiniz kimi yaxınlarda ölkə başçısı tərəfindən təsdiq olunan dövlət proqramında da hədəf qoyulub ki, 160 km kimi avtobus zolaqlarının uzunluğu çatdırılsın. Amma bu belə deyək də bizdə bir hədd deyil də, ola bilər onun sayı, uzunluğu daha da çox olsun. Artıq bu gələcəkdə bir tələbatdan asılı doğan bir şey olacaq, bir tələb yaranacaq əlavə zolaqların çəkilməsinə. Amma 160 km kimi çatdırılması avtobus zolaqlarının nəzərdə tutulub. İndi belə bir sual da, yəni biz yenə də bunu müxtəlif perspektivlərdən, müxtəlif nəzər nöqtələrindən baxırıq. Həmin zolaqların çəkilməsi 112 kilometrdə az deyil. Bu 112 kilometr Bakı üçün nə verdi? Yəni sərnişinlər üçün bəli görürük ki, tıxacsız hərəkət elə bilir bəzi küçələrdə, bir çox küçələrdə daha doğrusu və bunun bir datası, statistikası mı varmı ki, yəni bu avtobus zolaqlarının çəkilməsi bizə məhz bu yaxşılığı şəhərə gətirdi? Elə siz qeyd etdiyiniz kimi biz müşahidə eləyirik, avtobus zolaqları çəkiləndən sonra həm vətəndaşlardan, sərnişinlərdən müsbət rəylər gəlir və özümüz də müşahidə eləyirik ki, tıxacda avtobus daha rahat, daha sürətli keçir gedir. Qeyd edeyim ki, hazırda avtobus zolaqları olan şəbəkədən 9000-ə yaxın sərnişin daşınır və 9000 sərnişin daşınır və 1 milyona yaxın. Bəli, 1 milyona yaxın sərnişin daşınır və nəzərə alın ki, müəyyən yerlərdə gediş müddətinin 18, 20, 22 dəqiqə kimi, hətta bəzi hissələrdə daha çox azalmış olur. Yəni gediş müddəti əhəmiyyətli dərəcədə təsir eləyir. Misal olaraq elə yəni bir avtobus əvvəl bir saat bəli, onu təsir eləyir və həmçinin elə bu Bakı-Sumqayıt yolu misal olaraq baxırsınız ki, orada bilirsiniz də necə tıxaclar olur və avtobusun orada həmin ərazidən keçməsi görürsünüz ki, necə maneəsiz, sürətli şəkildə məkana çatmaq olur.
Ona görə də həm əyani şəkildə bunu müşahidə edirik, həm vətəndaşlardan, sərnişinlərdən, ictimaiyyətdən gələn müsbət belə deyək də rəylər də, fikirlər də onu göstərir ki, avtobus zolaqlarının təşkili elə doğru fikirdir və bunun da əhatə dairəsinin genişləndirilməsi vacibdir. Emin bəy, indi belə bir perspektivdən baxmaq istəyirəm ki, belə bir marşrut varmı ki, onun yolu tam olaraq avtobus zolaqlarından keçir və ümumi olaraq ikinci sual ki, bizdə məsəl üçün Bakıda indi özünüz deyirsiniz nə qədər ümumi marşrut avtobusları var. Onların neçə faizi məhz avtobus zolağına düşür, onların marşrutu da belə deyək. Bəli, elə marşrut var. Bizdə 7 nömrəli marşrut var ki, Gəncə prospektini avtovazla əlaqələndirir. Onun əksər hissəsi demək olar ki, avtobus zolağına əhatə olunub və marşrut şəbəkəsinin ümumiyyətlə biz baxdıqda təqribən 65%-nin avtobus zolağına daxil olduğu görünür. Ancaq biz düşünürük ki, daxil olur, amma hər bir halda bunun bir davamlılıq məsələsi var da. Dediyimiz kimi, 7 nömrəli marşrutun davamlı şəkildə həm Ziya Bünyadov prospekti, həmçinin Qaraqarayev prospekti müəyyən yerlərdə artıq bunun avtobus zolağına tam getdiyi görünür. Amma digər marşrutlarda da o demək deyil ki, avtobus zolağına hansısa bir hissədə daxil olursa, həmin marşrutun tam effektivliyi görünür. Orada ona görə də davamlılığın təmin edilməsi burada mütləqdir. Zəruri olan hissələrdə həmin marşrut boyunca avtobus zolaqlarının çəkilməsi həmin marşrut avtobuslarının sərbəst hərəkətinə imkan verəcək. Yəni məqsəd də elə budur ki, gələcəkdə onun əhatə dairəsini genişləndirərək tam sərbəst. Yəni ümumi statistikada dediyim kimi təqribən 65%-i görür avtobus zolaqlarını. Amma qismən müəyyən hissədə qismən görür, müəyyən hissədə biraz çox görür. Təxmini nə qədər bizə avtobus zolaqları lazımdır ki, avtobusların 100%-i məhz həmin zolaqlara hərəkət eləsin və heç biri tıxacda dayanmasın? Dediyim kimi də, yəni avtobus zolaqları tıxac olan küçələrdən keçirsə həmin hissədə olmalıdır avtobus zolağı. Yəni əgər avtobusun xətti üzrə hər hansı bir hissədə əgər sərbəst hərəkət varsa, orada avtobus zolağının çəkilməsi mühüm deyil, vacib deyil. Ona görə də elə 160 kilometr hədəfdir ki, 160 kilometrə kimi çəkilsin avtobus zolaqlarının sayı artırılsın və belə olan halda da düşünürəm ki, bir çox marşrutlarda artıq əhatə eləyəcək avtobus zolağı xətt üzrə. Gələcəkdə ehtiyac olan ərazilərdə də onun sayı artırıla bilər. Xüsusən də mən dediyim kimi, bunun davamlılığı önəm daşıyır. Davam. İndi həmin davamlılıqdan danışaraq, biz indi hal-hazırda Səməd Vurğun bağının üzbəyiz Muğan bağındayıq və burada düz arxamızda Puşkin küçəsidir. Səməd Vurğun bağı Puşkin küçəsi və orada yeni təmirdən çıxmış 28 may xabı var. Belə deyək, orada ən ideal şəraitlərdən biridir Bakıda müqayisədə ki, hər yerdə dayanacaqlar, avtobus zolaqları, orada avtomobillər buraxılmır. Bu haqda ayrıca vloq olub, keçid olacaq, baxarsınız. Amma əsas məsələ odur ki, xabdan çıxan avtobuslar gəlir Puşkin küçəsində və Puşkin küçəsində avtobus zolağı yoxdur. Həmin küçədə ümumiyyətlə avtobus zolağı nəzərdə tutulubmu, tutulmur ki, getsin birbaşa olaraq biz dediyimiz hökumət evinin qarşısına, orada da yəni kifayət qədər sıxlıq var. Yəni orada ümumiyyətlə nəzərdə tutulub yoxsa yox. Çünki xüsusilə pik saatlarında bilirik ki, Üzeyir Hacıbəy küçəsinə prioritet verilir və orada yəni avtobuslar tıxacda qalır və qısa olaraq Puşkin küçəsində avtobus zolağı olacaq yoxsa yox? Bəli, Puşkin küçəsinə də nəzərdə tutulub. Avtobus zolağının çəkilməsi də, hazırlanması da öncədən dediyim kimi bir təhlil əsasında olur. Bunun da bir proseduru var və bu prosedurda həm mütəxəssislər tərəfindən müəyyən olunan meyarlar əsasında və onun aidiyyəti üzrə razılaşdırılması, həm əlaqələndirmə şurasına baxılması və ondan sonra avtobus zolağının tətbiqi həyata keçirilir. Və Puşkin küçəsi də bizim planda olan küçələrdən biridir ki, bunun üzərində də müəyyən planlar var. Düşünürəm ki, avtobus zolağının təşkilində həm xətlənmə prosesi yenidən təşkil həyata keçiriləcək və gördüyünüz kimi bir çox küçələrdə bizdə artıq avtobus xətlənmə, yolda xətlənmə yenidən təşkil olunaraq zolaqların sayı da
həmin sayda saxlanılmaqla avtobus zolağı da verilir. Hətta mikromobillik zolağı da verilmiş. Bəli, elə Bakı küçələrin bildim üstünlüyü odur ki, vaxtilə çox geniş bir zolaqlar salınıb, 3 metrlik, 4 metrlik zolaqlardır. Onları müasir standartlara 3 metrə salmaqla avtobus zolağı üçün hər zaman yer tapmaq mümkündür və bu sürücülərə də bu çox da narahat eləməyəcək. Amma videonun əvvəlində dediyim kimi, sürücülərin marağındadır ki, yəni avtobus zolaqları daha çox olsun, mikromobil zolağı daha çox olsun ki, yəni sürücülərin bir qismi ən azı avtomobil istifadəsindən imtina eləyib və tıxacları beləliklə azaldacaq. Elə bizim məqsədimiz də odur ki, dövlət proqramında elə onun da məqsədi insanların mobilliyinin təmin edilməsidir və ictimai nəqliyyata dövlət proqramında qeyd olunub ki, ictimai nəqliyyata keçidin artırılması, onun pay bölgüsü, yəni ədalətli bir pay bölgüsü olmalıdır və ədalətli pay bölgüsündə biz hazırda görürük ki, bu o qədər də ədalətli deyil. Çünki avtomobillərin payı daha çoxdur, nəinki ictimai nəqliyyatın. 50% civarındadır. Biz bunun 30%-ə kimi azaldılmasını düşünürük ki, yəni bu da müəyyən bu cürə tədbirlər həm ictimai nəqliyyatın keyfiyyətinin artması, bunun daha səmərəli olması, daha rahat olması baxımından həm avtobus zolaqları da ona xidmət eləyir. Elə olan halda artıq biz ictimai nəqliyyata keçid görəcəyik və onun payının 40%-ə kimi qaldırılmasını hədəfləmişik və bu bir ciddi hədəfdir qarşımızda bizim. Və düşünürəm ki, həm bu tədbirlər, həm avtobus zolaqlarının təşkili, həm yeni avtobusların alınaraq ictimai nəqliyyatın keyfiyyətinin artırılması bizim bu hədəfə çatmamıza nail olacaq. İctimai nəqliyyatdan, avtobuslardan danışarkən avtobus dayanacaqları mövzusundan yan keçmək mümkün deyil və indi Muğan Bağı adlanan dayanacaqdayıq və biz hansı yeniliklər görə bilərik. Burada məsəl üçün son aylar ərzində belə bir marşrut sxemi var və siz artıq ən azı bilirsiniz ki, siz avtobusla bura gəlsəz, hansı avtobuslar buradan keçir, hansı dayanacaqlara gedə bilərsiniz. Burada Bakı kartın tətbiqini yükləyə bilərsiniz, amma Bakı kartın tətbiqini bildiyim qədər hələ də işləmir. Və eyni zamanda bizdə bax belə bir monitorlar qalıb. Bu mirasdır, bu artıq Bakının bir simvoluna çevirə bilər ki, bax avtobus dayanacaqlarda işləməyən bu informasiya terminalları. Lakin mən sizə digər ölkələrdən, elə qonşu Tiflisdən də göstərmişəm ki, artıq belə bir xüsusi qurğular var. Sadəcə adi LED ekranları üzərində yazılıb hansı avtobus keçəcək və neçə dəqiqədən sonra yaxınlaşacaq. Amma ən azı bax belə qrafiklərin olması da artıq çox böyük kömək olur. Ən azı mən bilirəm ki, mən bura gəlsəm hansı avtobusla hara qədər çata biləcəm. Və eyni zamanda burada da hər zaman deyirəm ki, avtobus dayanacağının oturacağı taxtadan olsa daha rahat olar. Həm qış vaxtı soyuq olmur, həm istidə də çox qızmır. Yəni bu prinsipcə yaxşı bir dayanacağın nümunəsi ola bilər, amma bax bunları mütləq sökmək lazımdır və bunların yerində normal, müasir bir dünya təcrübəsinə uyğun bir ekranlar, monitorlar olmalıdır ki, insanlar yaxınlaşanda bilsinlər ki, mən buradan hansı avtobusla gedə biləcəm və neçə dəqiqədən sonra gedə biləcəm. Əsas məsələ budur ki, insanlar bilmir də, mən gəldim və mənim avtobusum nə vaxt gələcək, mənim məlumatım yoxdur. Mövcud şəraitdə avtobusların vahid qrafikini tərtib etmək mümkün oldumu, yəni onlara nə dərəcədə riayət etmək mümkündür, yəni avtobus zolağının sayəsində. Bu birinci sual və ikinci sual ki, bəs sərnişinlərə bax bu qrafiklər haqqında məlumatı nə vaxt biz aydın şəkildə çatdıra biləcəyik? Avtobus marşrutlarının hərəkət qrafikləri bizdə belə deyək də monitorinq mərkəzində bir sistem var və bu sistem üzərində bunların hamısı orada yerləşdirilir və onun əsasında da avtobusların hərəkət trayektoriyası, fəaliyyəti izlənilir. Mütəxəssislər onu mütəmadi izləyirlər və orada artıq qrafiklərdə hansısa dəyişiklik, gecikmələr, onun səbəbləri araşdırılır, nəyə görə oldu, necə oldu və tam şəkildə bunun bütün monitorinqi və izlənməsi həyata keçirilir. Qaldı ki, dayanacaqlarda bununla bağlı vətəndaşların məlumatlandırılması məsələsi. Dayanacaqlarda hər hansı bir məlumatın, lövhənin və yaxud da hansısa bir qrafikin yerləşdirilməsi hələ ki o nəzərdə tutulmayıb indiki vəziyyətdə. Ancaq bunun alternativi var. Bilirsiniz də bir rəqəmsallaşma gedir və texnologiyadan istifadə. Bununla bağlı MAS proqramı var, Ayna MAS proqramı və bunun hazırda formalaşması. Eşitmişəm bu proqram haqqında, amma mən bildiyim qədər hələ publik bir proqram deyil. Mən bu Telegramda bu haqda yazmışlar bizə ki, App Store-da ya da ki Google Play-də belə bir Ayna MAS, amma ya test rejimindədir, ya da ki
Bunun belə deyim də hələ də açıq şəkildə Bəli. dərc edilməsi deyəsən. Olacaq. Bunun elə formalaşması gedir və həmin tətbiq vasitəsilə sərnişinlər marşrutların həm istiqamətləri, marşrutların qrafiki, marşrutların dayanacaqdan keçən marşrutlar barədə məlumat əldə edə biləcəklər. Onların dayanacağa yaxınlaşma müddəti, tam şəkildə bütün ətraflı məlumatları həmin tətbiq vasitəsilə sərnişinlər əldə edə biləcəklər. Həm səyahətini də planlaya biləcəklər, hansı istiqamətdə necə gedə bilərlər, metrodan istifadə edərək, ondan keçid edərək ictimai nəqliyyata və yaxud da skuterlə, mikromobillik vasitəsilə. Yəni burada tam şəkildə səyahətin planlaması, həmçinin dediyim kimi də marşrutların fəaliyyəti ilə bağlı məlumatları geniş şəkildə əldə edə biləcəklər. Mən qeyd edeyim ki, indi urbanistikaya dərin maraqlanmayan mağaz nəyə görə? Çünki bunun adı Mobility as a Service, yəni mobillik bir xidmət kimi. Yəni bu belə bir şey ki, Bakı Kartdan daha da üstün bir proqram bizi gözləyir. Bəli, daha bir geniş proqramdır və bu proqram tam şəkildə dediyiniz kimi bir çox nüansları var. Onlar hər bir bu vətəndaşların, sərnişinlərin mobilliyi və hərəkətini əhatə eləyəcək tam şəkildə. Nə vaxt gözləyib bu proqramı? Yorulduq ucu dayanacaqda ondan bundan soruşmağa. Yaxın zamanda inşallah hazırda bunun test mərhələsindədir və geniş ictimaiyyətə təqdim olunacaq, istifadəyə veriləcək. Dostlar, və mən çox vaxt deyirəm ki, tək müasir texnologiyalar deyil, mobil telefonlar, nə bilim, Bakı Kart əpləri deyil, eyni zamanda ənənəvi də bir marşrut informasiya sisteminə biz töhfə verilmək hələ də. Çünki məsəl üçün arxamda olan bu bizim yaşlı bir nənə də mənə yaxınlaşdı və dedi ki, buradan 10 nömrə keçir, nə vaxt gələcək. Yəni real olaraq bir nümunə oldu ki, məndən soruşdular və mən sadəcə dedim ki, buradan keçir, amma nə vaxt gələcək. Ona görə hətta bizim dövrdə, indiki illərdə, hələ də bir çox şəhərlərdə məhz ənənəvi marşrut informasiya sistemlərindən istifadə edirlər ki, hətta ən qoca, ən nə bilim texnologiyadan istifadə bilməyən insanlar da bax bunu bilirlər, məlumat ala bilsinlər və şəhərdə biz hər kəs üçün rahat etməliyik. Bu çox önəmlidir. Emin bəy, belə bir sual. Mən bir çox ölkələrdə fikir vermişəm ki, avtobus zolaqlarına eyni zamanda taksilər də buraxılır. Bəziləri deyir ki, taksi də bir ictimai nəqliyyatdır, onu da avtobus zolağına buraxmaq lazımdır. Belə bir fikirlər var. İndi bildiyim qədər Bakıda hələ də rəsmi olaraq, nəinki Bakıdadır, ümumiyyətlə Azərbaycanda qanunvericidə belə bir məsələ nəzərdə tutulub. Yəni avtobus zolağı yalnız avtobus üçündür. Yəni məntiq olaraq budur. Amma yenə də taksilərin bura buraxılması nəzərdən keçirilirmi yoxsa yox? Hazırda bununla bağlı bir plan yoxdur. Çünki dediyiniz kimi avtobus zolağı elə avtobus üçündür və taksilərin istifadəsi üçün müəyyən şəraitlər yaradılır, müəyyən yerdə taksi parklanma yerləri təşkil olunur, həmçinin qırıq-qırıq xətlər verilir ki, bəli, qırıq-qırıq xətlər verilir ki, daxil ola bilsin və müəyyən yerlərdə dayanma durma qadağanlı nişanları götürülür. O da müəyyən müraciətlər əsasında təmin edilib, amma hazırda taksilərin daxil olması nəzərdə tutulmayıb. Çünki bilirsiniz, taksi sayı da az deyil. Düzdür, müəyyən islahatlar aparılır taksi sahəsində və düşünürəm ki, biz taksilərin hazırda həmin zolağa daxil olmasının icazə verilsə, bu bir qədər avtobuslar üçün effektivliyi biraz azalmış olar. Çünki müəyyən islahatlar aparılmalıdır. Gələcəkdə artıq bununla bağlı hər hansı bir qərar ola bilər, baxıla bilər, amma hazırda bununla bağlı bir qərar yoxdur. Mən bəzi ölkələrdə misal gətirərək unutdum onu qeyd eləmək ki, məsələn üçün Tiflisdə, orada da kifayət qədər yəni çox taksi var, amma bütün taksilər deyil, premium taksilər var. Məsələn üçün onlarda bugün Bakıda nə qədər taksi var? 30 min vardı, səhv eləmirəmsə, 30-40 min olardı. Onun 10 minini müəyyən eləyib, hansısa bir premium segmentə aid eləyib, daha bahalı qiymət yəni eləməklə, yəni belə təcrübə vardı, yəni belə deyək. Elə təcrübə var, müxtəlif ölkələrdə müxtəlif cür təcrübələr tətbiq edilir. Ancaq düşünürəm ki, gələcəkdə baxıla bilər məsələlərə ki, hansı yöndə, hansı tədbirlər görülsün, necə olsun, amma hazırda bununla bağlı bir plan yoxdur. Dostlar, biz indi çox maraqlı kəşfmədəyik. Nəyə görə mən ümumiyyətlə çəkilişi vloqu bu hissədən aparıram, 28 may hissəsində. Çünki burada avtobus zolağına dair maraqlı bir nüans var. Deməli, avtobus zolağı sağ tərəfdədir, amma burada keçən 10 nömrə marşrut məhz buradan sola dönməlidir.
Amma problem nədədir? Yəni bu avtobus buradan sola dönə bilmir. Çünki orada yaşıl yanan kimi sürücülər buna imkan vermir. Ona görə avtobuslar sola dönmək üçün məhz gedirlər ən sol zolağa, oradan artıq dönürlər Azadlıq prospektinə. Və indi Emin bəy sizə sual belədir ki, yəni biz buna görə yəqin ki, avtobus şəbəkəsini dəyişməməliyik, buradan avtobus zolağını digər tərəfinə keçirməməliyik də. Yəni bu biraz məntiqsiz olar. Bunun üçün ümumiyyətlə hər hansı bir plan var. Mənə səhv eləmirəmsə belə bir nəsə planlar var idi, efirdə açıqlanmışdı, amma istəyərdim ki, siz də bizə bir məlumat verəsiniz ki, 28 may və Azadlıq prospektində keçmədə bu problemi necə aradan qaldıracaq? Tam razıyam. Burada elə bir problem yaranıb və bununla bağlı da artıq tərəfimizdən müəyyən tədbir görülməsi nəzərdə tutulub. Əlavə seksiyanın svetofora qoyulması nəzərdə tutulub ki, o imkan verəcək avtobusun sərbəst şəkildə dönüb hərəkətini davam eləsin. Avtobus üçün seksiyadır, düzdürmü? Əlavə bir seksiya olacaq və ona müəyyən saniyə veriləcək, imkan veriləcək ki, həmin o vaxt aralığında avtobus dönüb hərəkətini davam etdirir. Yəni bildim də, yəni necə ki, məsəl üçün bəli, tramvaylarda belə var idi. Yəni maşınlar da yanacaq, avtobus dönəcək, daha sonra avtomobillər üçün yaşıl işıq. Bəli, müəyyən vaxt müddəti veriləcək orada, saniyə və onunla bağlı da və həmin seksiyanın qoyulması nəzərdə tutulub, bununla bağlı müəyyən tədbirlər görülür artıq. Mən təsəvvür edirəm ki, sürücülər necə narazı olacaq ki, bir dənə avtobusa görə nə qədər biz belə deyim ləngiyirik də. Çox gözəl bir söhbətimiz oldu. Avtobus zolağı nə üçün lazımdır, hansı meyarlara görə bunlar çəkilir, planlar nədir? Amma avtobus zolaqlarının planlarını başa düşdük. Ümumiyyətlə ictimai nəqliyyatı daha cəlbedici etmək üçün hansı planımız var yaxın illər üçün, yaxın aylar üçün? Zolağı qeyd etdiniz. Zolaqdan əlavə olaraq ictimai nəqliyyatda həm əlçatanlığın, həm də keyfiyyətin artırılması zəruridir. Əlçatanlığın artırılması ilə bağlı bizdə marşrut şəbəkəsi yenidən formalaşdırılır və bunu həmçinin də Bakıyan rəqəmsal əksindən istifadə olunur və oradan emal olunan ora daxil edilən datlar əsasında yeni şəbəkə yaradılır. Həm ətraf ərazilərin əlaqələndirilməsi, həm şəhərdə daha optimal gedişlərin təmin edilməsi üçün yenidən formalaşdırılır. Bu proses artıq gedir. Eyni zamanda da avtobusların yenilənməsi məsələsi vacibdir ki, keyfiyyət yüksək olsun və keyfiyyət yüksək olanda da cəlbədicilik artmış olur ictimai nəqliyyata. Bununla bağlı da qeyd edeyim ki, artıq ötən il ərzində 166 ədəd elektrik avtobuslu artıq gətirilib. Onun 160 ədəd dövlət tərəfindən alınan avtobuslardır ki, fəaliyyət göstərir. Həmçinin də digər daşıyıcılar tərəfindən də 60-dan artıq avtobus alınıb və bu il ərzində bu sayın da artırılması nəzərdə tutulub. 100-dən artıq digər daşıyıcılar tərəfindən də yeni avtobusların alınması planlaşdırılıb. Həmçinin də qeyd edim ki, bilirsiniz də, BYD şirkətinə bağlanmış müqavilə əsasında Azərbaycanda avtobusların istehsalı da nəzərdə tutulub və bu istehsal nəticəsində biz düşünürük ki, avtobus parkının əhəmiyyətli dərəcədə yenilənməsinə nail olunacaq və belə olan halda köhnə istismar müddəti bitmiş müəyyən ərazilərdə fəaliyyət göstərən avtobuslar da yenilənəcək. Xüsusilə onu qeyd eləmək istəyirəm ki, qəsəbədə yaşayan izləyicilərimiz, vətəndaşlarımız çox əziyyət çəkir. Yəni dərhal şəkil göndərirlər ki, istənilən yenilik haqqında paylaşırsan, mütləq kimsə şəhərlərdə yazacaq ki, gəlin filan qəsəbəyə avtobusun vəziyyətinə baxın. Yəni bu yəqin ki, bu yenə də 5 ilin planıdır, yoxsa 1 ilin planıdır? Yox, əlbəttə sürətli şəkildə gedir. Elə son dövrdə ətraf qəsəbələrdən bir neçə marşrut, misal olaraq Saray qəsəbəsinin yenilənmə oldu, Məhəmməli qəsəbəsidir. Bir çox qəsəbələr var ki, artıq orada bizdə yeni avtobuslar fəaliyyət göstərir və bu ildə intensiv şəkildə gedəcək və qarşıda bizim sərnişinləri, vətəndaşların yeni avtobuslardan xüsusən də ətraf ərazilərdə vətəndaşların yeni avtobusun istifadəsinə imkan yaranacaq. Və dostlar, bura Azadlıq prospektidir və burada da bu yaxınlarda avtobus zolağı təşkil olundu. Bax, bu yazıldı burada. Lakin burada hansı nüans var? Burada yenidən nişanlama işləri aparmaqla, burada hətta velosiped zolağı təşkil etmək mümkündür. Ən azı bir tərəfli velosiped zolağı burada tam yerləşir. Bax, fikir verin, bu zolaq hardasa 3 metrdir, bəlkə də 3 metrdən biraz çox. Bu zolaq hardasa artıq
4 metr, hətta bəlkə də 4 metr yarım bunun eni var və burada avtobus zolağını biraz daraltmaqla ki, avtobus zolağı tam buna 3 metr yarım kifayət edir. Burada bir dənə də mikromobillik zolağı olsa, burada həm 28 may küçəsindən gələn və orada Nizami küçəsi ilə olan velosiped zolaqlarını əlaqələndirmək olar və hətta orada Xəqanidə də bildiyim qədər orada velosiped zolağı var, planda var və Üzeyir Hacıyevdə də var orada velosiped zolaqları. Ona görə burada rahatlıqla velosiped zolağı təşkil etmək mümkündür və avtomobillər üçün zolaqların sayı dəyişməyəcək. Təbii ki, belə bir gözəllik, mütləq burada kimsə gəlib qayda pozmalı idi. O qədər burada kamera var, amma bax bu sürücü cərimədən elə bir çəkinmir, qorxmur. İndi sual belədir, biz avtobus zolaqlarını çəkdik. Avtobus zolağını çəkməklə biz insanları avtobusla ictimai nəqliyyata cəlb edə bilərik, yoxsa başqa hansı addımlar lazımdır? Düşünürəm artıq bunun real nümunəsini görə bilirik. Avtobus zolaqları çəkiləndən sonra avtobuslarda orta sürət artır və aynanın verdiyi elə statistika onu göstərir ki, il ərzində daşınan sərnişinlərin sayı artıb. Yəni cəlbediciliyi artıb, amma işlər davam etməlidir. Yəni təkmilləşdirmək işləri görülməlidir ki, bu daha da yaxşı işləsin. İndi Bakıda bir gün salınan avtobus zolaqların şəbəkəsi ilə sən razısan, yoxsa elə küçə var ki, sən deyirsən, yox, mütləq əvvəl orada çəkilməli idi, sonra məsələn bu küçədə? Məncə işlər hələ davam eləyir. Çünki avtobus zolağı şəbəkəsi hal-hazırda bir səhv etmirəmsə 112 kilometr çəkilib 160-a çatdırılması hədəflənir və bu layihə icra olunduğu təqdirdə ola bilər mən səsləndirəcəyim hər hansı bir istiqamət bəlkə gələcəkdə çəkiləcək. Ona görə düşünürəm ki, bu işlər davamlıdır, amma nəzarəti biz artırmalıyıq. 100 manat cərimə deyirsən bəs eləmir? Tək 100 manatlıq cərimə yox, orada biraz çeşidliyək. Əgər insan birinci dəfə səhv edibsə, bəli onun cəriməsi 100 manatdır, amma mütəmadi edirsə və bu mütəmadi cərimələrin birincisi statistikası həftəlik çıxarılıb və cəmiyyətə çatdırılmalıdır ki, neçə sürücü ümumiləşdirmədən qaydalara əməl edən var, əməl etməyən var. Neçə nəfər cərimələnir, neçə nəfər evakuasiya olunub və təkrar olunursa neçə nəfər sürücülük hüququndan məhrum edilib. Dostlar, istər mən səhifədə, sosial mediada, YouTube'da, vlogda hər dəfə danışıram ki, nəyə görə bu islahatlar lazımdır, nəyə görə ictimai nəqliyyatı cəlbedici eləmək lazımdır. Rauf da eyni zamanda bu haqda danışır. Amma yenə də Rauf, özün də görürsən, istər jurnalist sahədən çıxan şəxslər, reportajlarda, şərhlərdə hər zaman onu vurğulayırlar ki, Bakıya avtobus zolaqları yaraşmır. Yəni bunun argumenti nə ola bilər? Tək avtobus zolaqları deyil, ümumiyyətlə velosiped zolaqları, yəni nədirsə hər zaman bizə kimsə argument kimi danışır ki, siz ümumiyyətlə özünüzü Avropa hesab eləməyin də. Yəni burada bu siz dediyiniz üsullar işləməyəcək. Hər zaman biz elə maşına meylli olacağıq. Yəni onun bir argumenti varmı? Onun argumenti odur ki, nəqliyyat sahəsi çox mürəkkəb sahədir və düşünürəm ki, burada fikir bildirəndə çox ehtiyatla fikir bildirmək lazımdır. Çünki bilmədiyiniz məqamlar ola bilər, bilmədiyiniz datalar ola bilər ki, hansılar ki, bu işlərin arxasında dayanır və çox sevindirici haldır ki, Azərbaycanda artıq rəqəmsal əkiz üzərindən data əsaslı qərarlar verilir və bu avtobus zolaqlarının, vela zolaqlarının çəkilməsi məhz yüngül islahatın bir hissəsidir. Yəni daha qısa müddətdə, daha tez nə etmək olardısa, onu etdilər və bu əgər üstünlük təmin etməsən, hər hansı bir ictimai nəqliyyatın cəlbediciliyindən söhbət mövzusu deyil. Yəni onun heç danışmağa dəyməz. Birinci üstünlük təmin olmalıdır ki, insanlar görsünlər ki, avtobusla, velosipedlə, daha sürətlə hərəkət etmək olar, nəinki avtomobillə. Hətta sənə çıxış yolu verirlər də, deyir ki, yəni 1 saat maşında 20 dəqiqə avtobusdur da. Yəni hər zaman alternativ var, amma çox təəssüflər olsun ki, illərlə olunmuş təbliğatlar əsasən avtomobil yönümlü olub və bu o hala gətirib ki, biz qısa məsafəni belə avtomobillə hərəkət edirik. Qısa məsafənin avtomobillə hərəkətinin fəsadı olaraq zaten küçə, yol şəbəkəsi bizdə məhduddur. Onun da yüklənməsi şəhəri iflic vəziyyətinə gətirir və bu cür həllər ona ciddi və həmən qısa zamanda hiss olunan həllərdir. Yəni insanlar keçən ilin bu vaxtı avtobus və yaxud velozolaq şəbəkəsi yox idi, formalaşırdı. Bu il artıq var. Və bu gün, bu dəqiqə artıq bundan istifadə edib də öz səfərini təşkil edə bilərlər. Səncə tramvay gəldi, avtobus zolaqları biraz yüngülləşə bilərmi? Yəni tramvaylar avtobus zolaqlarını əvəz eləyə bilərmi?
ümumiyyətlə şəhərin mobilliyində onurğa sütunu relsli nəqliyyatdır. Yerin altında metrodur, yerin üstündə tramvaydır və şəhər ətrafı elektrik qatarıdır. Eyni anda daha çox sərnişini daşımaq gücünə malikdir. Amma bugünkü rəqəmlər nəyi göstərir? Bugün 1 milyon 200 səfər təkcə avtobusun üzərindədir. Yəni bizdə avtobus yüklüdür bu dəqiqə. Bunun üstünlüyünü təmin etməklə sadəcə sürətini artırmışıq. Yəni indi əlimizdə olan imkanı daha səmərəli istifadə edirik. Bunun relsli nəqliyyatı inkişaf etdikcə əlbəttə ki, avtobusun yükü azalacaq. Yəni bu rəqəmlər deyərdim ki, dəmir yoluna, tramvaya, metroya keçəndən sonra insanlar daha çox parçalanacaq. Yəni fərqli nəqliyyat növləri ilə səfərini təşkil edəcək və avtobus fərqli istiqamətdə daha effektiv fəaliyyəti təmin olunacaq. Həmçinin də elə zolaqlarda da. Bravo, və sənə də son söz vermək istəyirəm ki, səncə ictimai nəqliyyatı biz necə daha cəlbedici edə bilərik? Çıxış yolları varmı avtobus zolaqlarından başqa? Düşünürəm ki, çeşidli ictimai nəqliyyat növlərinə yatırım olunmalıdır. Yəni relsli nəqliyyat elan olunub, onun islahatın daha da sürətləndirilməsi üçün investisiyaların sayı artırılmalıdır və avtobusun özünün də əgər yükü varsa, yəni burada brutto kontraktlara keçid vacibdir ki, daşıyıcıların maliyyə dayanıqlığı təmin olunsun. Daşıyıcıların ümumiyyətlə belə bir maraqlı bir məqam var ki, biz sürücülərin qayğılarını heç ümumiyyətlə səsləndirmirik. Sürücülər öz ehtiyacları var, təbii ehtiyaclarını ödəmək üçün birinci və sonuncu dayanacaqda ictimai tualetlərin, istirahət etmək üçün məkanların, əgər ibadət edən insanlardırsa, ibadət etmək üçün yerlərin təşkil olunması vacibdir ki, sürücülər bizi milyonlarla insanları daşıyan insanların da rahat bu işdə işləməsi təmin olunmalıdır. Digər tərəfdən ictimai nəqliyyatın fərqli növləri, istəyir yeraltı olsun, istəyir yerüstü olsun, onların bir dayanacaq nöqtələri var və onlar yerin üstünə çıxanda bu dayanacağa gedən səkilərin vəziyyəti çox vacibdir. Yəni onlar bariyersiz olmalıdır. Əgər bu olmasa yarımçıq olacaq. İnsanlar öz evindən, öz ofisindən dayanacağa kimi və yaxud da əksinə getdiyi yolları rəvan olmalıdır. Dostlar, bugünlük bu qədər. Əsas mövzumuz bax bu bus, avtobus zolaqları oldu. Bakıda son bir il ərzində həqiqətən bu cəhətdən urbanistik islahatlar baş tutdu. Həqiqətən bir çox küçələrdə salındı, nəzarət də var, güclü cərimə də var. Amma bugün əsas perspektiv odur ki, biz necə eləyək ki, tək avtobus zolaqları deyil, ümumi olaraq ictimai nəqliyyatımızı daha da inkişaf etdirək, necə onu cəlbedici eləyək, necə eləyək ki, insanlar bax bu tıxacdan çıxıb məhz avtobusda, ictimai nəqliyyatdan istifadə eləsinlər və qısa olaraq öz rəyimi də deyim, təbii ki, avtobus zolaqlarının salınması çox düzgün bir addımdır. Baxmayaraq ki, bir çox insanlar deyir ki, lazım deyil, küçələri daraldır. Yəni bu belə bir məsələdir. Həqiqətən bir çox ölkələrdə, bir çox şəhərlərdə də bunlar təzə salınanda buna dair etirazlar var idi, amma həqiqi olaraq biz görürük, statistikada əlimizdə var. Bugün ayının nümayəndəsi bizə danışdı, sorğuladı ki, həqiqətən 1 milyona yaxın bu avtobus zolaqlarından istifadə edilir hər gün. Yəni bu zolaqlardan faydalanır. Yəni bu rəqəmlərdir də, yəni statistikaya nəsə etiraz eləmək düzgün olmaz. Amma ümumi olaraq çox vacib bir məsələdir ki, biz bütün ictimai nəqliyyatı kompleks şəkildə inkişaf etdirməliyik. Və son olaraq qeyd etmək istəyirəm ki, bir çoxları mənə rəy yazanda deyirlər ki, sən sürücü deyilsən, sən bu problemi başa düşmürsən, sən sürücü olsaydın belə danışmazdın. Dostlar, mən bunu vloqda da demişəm, səhifədə demişəm. Mən özüm 10 ildən çox, 15 ilə yaxın avtomobil sürürəm. Lakin bu bütün islahatların mən tərəfdarıyam ki, çünki məhz bu cür islahatlardan inkişaf keçir. Ona görə tək Bakıda deyil, yəni digər ölkələrdən, şəhərlərdən, misallardan mən sizə danışıram və çox istərdim ki, eyni zamanda tək Bakıda deyil, digər şəhərlərimizdə, regionlarımızda da belə bir islahatlar keçsin və digər şəhərlərimiz Bakı ilə bir yerdə inkişaf eləsin. Bu qədər dostlar, siz isə yeni videoları bu mövzuda və digər mövzularda yeni videoları buraxmamaq üçün mütləq kanala indidən abunə olun, bildirişləri aktiv eləyin ki, yeni vlog çıxan kimi məhz birinci siz görəsiniz və eyni zamanda bizim Patreonda və Ko-fi platformasına dəstək ola bilərsiniz və Patreonda bizə aylıq dəstək olanlar mütləq həm bu videonun, həm digər videoların daha geniş versiyasını görə biləcəklər və ən azı 1-2 gün öncə anonsları bilir, yeni mövzuları bilir, bizimlə bir yerdə müzakirə eləyir. Odur ki, siz də kanalın inkişafına dəstək göstərmək istəyirsinizsə QR kodu skan eləyin və bizə də dəstək olun. Mən isə sizinlə növbəti video qədər sağollaşıram. Sağ olun dostlar, özünüzə yaxşı baxın, hələlik.